Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşı Samir bəy olduğu iddia olunur. İndi biz nə qədər bacardıq məlumatı dəqiqləşdirək, hər halda əlimizdə olan məlumatları deməyə çalışaq. Deməli, əlaqə saxlamağa çalışdıq hörmətli Samir bəylə, amma mümkün olmadı. İndi yəqin ki, ya özü izləyir, ya da izləyənlər ona bu barədə xəbər verəcək. Nə Sumqayıt kəndli, nə də bu şəxs kəndxudar. Amma buradakı görüntülər, yəni hətta bu satan insan da maksimum mədəni davranmağa çalışır. Bir cavab da qaytarmır, aparıb qoyur. Bəli, səki insanlar üçündür, səkin üzərində ticarət və s. etməsək daha yaxşı olar. Amma sən cəmaatın malını müsadirə ilə apar qoy maşına. Nə haqla, nə hüquqla. Yəni bu insan indi orada oturub çörək qazanır. Nədəsə səhvi ola bilər. Dükan var içəride, oraya yığmaq da mümkündür ki, o da oraya yığmağa çalışır. Amma apar qoy maşına. Niyə kimə aparıb verəcəksin o almanı?